Efirdə Telegrafın 15:00-a olan xəbər buraxılışıdır. Günün bu saata olan mühüm xəbərlərini təqdim edirik. Ukrayna prezidenti Vladimir Zelenskinin Azərbaycana səfərinə dair Rusiya mediasında çoxsaylı yazılar, xəbərlər dərc edilib. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Vladimir Zelenskinin xarici ölkələr səfərlərini az qala lupa ilə izləyir, onun müxtəlif ölkələrlə əldə etdiyi razılaşmaların analizini aparırlar. Bu sözləri politoloq İlxan Şahinoğlu deyib. O bildirib ki, Rusiya mediasının Zelenskinin Azərbaycana səfərinə iki cür yanaşmasını müşahidə edib. Rusiya mediasının bir hissəsi sadəcə Zelenskinin səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə əldə edilən razılaşmalar barədə xəbərlər yayımlayıb. Rusiya mediasının digər hissəsi isə Ukrayna-Azərbaycan əməkdaşlığının güya Rusiya əleyhinə yönəldiyini iddia edib. Volodimir Zelenskinin İlham Əliyevlə birgə mətbuat konferansında Ukrayna və Rusiya nümayəndələri arasında növbəti görüşün Azərbaycanda keçirilməsini təklif edirəm bəyanatına da şimal qonşularımızın ikili reaksiyası var. Rusiya Federasiyası Şurasının Beynəlxalq Məsələlər üzrə Komitəsinin birinci müavini Vladimir Cabarov danışıqların Azərbaycanda keçirilməsini mümkün hesab edir. Onun həmkarı Dövlət Dumasının MDB ölkələri ilə İş Komitəsi sədrinin birinci müavini Konstantin Zatulin isə görüşün Azərbaycanda keçirilməsinin əleyhin olduğunu bildirib. Erməni radikallarla işbirliyi içərisində olan Zatulindən başqa reaksiya gözləmək təəccüblü olardı. Həmin komitənin digər sədr müavini Viktor Valatovski də Zatulindən eyni mövqedən çıxış edir. Bunlara elə gəlir ki, Rusiya və Ukrayna təmsilçilərinin Bakıda görüşünün təşkili xarici siyasətimizin əsas hədəflərindəndir. Bu Zelenskinin təklifidir. Ukrayna prezidenti Azərbaycanın balanslaşdırılmış xarici siyasətinə istinad edərək görüş yeri kimi ölkəmizi təklif edib. Bizim belə bir təcrübəmiz var. Vaxtilə Türkiyə və İsrail arasında danışıqlar Bakıda aparılıb. Aydındır ki, Moskva Ukrayna təmsilçiləri ilə görüşün Azərbaycan ərazisində keçirilməsinə tərəfdar olmayacaqsa, mümkün görüş başqa ölkədə keçiriləcək. Bu bizim üçün problem olmayacaq. Tək ki, müharibəyə son qoyulsun. O ki, qaldı Rusiyanın bəzi dairələrində səslənən Azərbaycan niyə Ukrayna ilə hərbi texniki sahədə əməkdaşlığı genişləndirmək istəyir sualının səslənməsinə, bu bizim daxili işimizdir. Azərbaycanın müxtəlif ölkələrlə hərbi texniki əməkdaşlığı üçüncü ölkələrə qarşı yönəlməyib, müdafiə gücümüzün artırılmasına yönəlib. Rusiyanın siyasi dairələrində hələ də bunu anlamaq istəməyənlər var. Bu, onların öz işidir. Biz isə dost və tərəfdaş dövlətlərlə müdafiə və hərbi gücümüzü artıracaq layihələrdə iştirakımızı davam etdirməliyik. Zelenski bildirib ki, Rusiya razı olarsa, Ukrayna növbəti danışıqların yaxın zamanlarda Azərbaycanda keçirilməsinə hazırdır. Rusiya Ukrayna münaqişəsinin mürəkkəbliyini, tərəflər arasındakı ziddiyyətləri, indiyə qədər keçirilən görüşlərin nəticəsizliyini, həmçinin müharibə ətrafındakı geosiyasi maraqları nəzərə alanda Moskva-Kiyev xəttində diplomatik seçimin məhdud olduğu aydın görünür. Bu baxımdan Bakıda görüş təşkili çətinliklə üzləşir. Siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, dialoq məkanı kimi Azərbaycanın təklif olunması təsadüfi deyil. Birincisi, Bakının neytral mövqeyi. Azərbaycanın Ukrayna və Rusiya münaqişəsində birbaşa tərəf olmaması və hər iki ölkə ilə münasibətləri növbəti danışıqlara ev sahibi etmək imkanlarını artırır. İkincisi, Azərbaycanın təcrübəsi. Bakı indiyə qədər həm qlobal, Amerika Birləşmiş Ştatları, Rusiya, NATO, həm regional, Türkiyə, İsrail, İsrail-Suriya problemlərinin müzakirəsinə ev sahibliyi edib. Rusiya-Ukrayna münaqişəsində də bu təcrübədən istifadə oluna bilər. Üçüncüsü, Bakı həm Moskva, həm də Kiyev üçün alternativ seçim imkanı yaradır. İndiyə qədər aparılan danışıqlarda tərəflərin ortaq məxrəcə gəlməsini çətinləşdirən amillər təkcə ağır şərtləri yox, həm də iştirakçılarının Amerika Birləşmiş Ştatları və Avropa ölkələrinin məsələyə geosiyasi maraqlar kontekstində yanaşması olub. Danışıqların neytral Azərbaycana köçürülməsi problemin regional müstəvidə müzakirə edilməsində yeni imkanlar yarada, xüsusilə Bakı və Ankara, Moskva-Kiyev xəttində diplomatik həll yollarının tapılmasına töhfə verə bilər. Azərbaycan və Ukrayna arasında müxtəlif istiqamətlər üzrə dərinləşən əlaqələrdə humanitar sahə mühüm əhəmiyyət kəsb edir, xüsusilə rəsmi Bakının bu istiqamətdə həyata keçirdiyi işlər fonunda. Müharibə vəziyyətində olan Ukraynanın humanitar dəstəyə ehtiyacı var və bu uzun illər eyni problemdən əziyyət çəkmiş Azərbaycana yad məsələ deyil. Bu baxımdan Ukraynaya hərtərəfli humanitar dəstək göstərən ölkələrin sırasında ilk yerləri Azərbaycan tutur.
Ukraynaya verilən humanitar dəstək bir neçə istiqamətdə həyata keçirilir. 2022-ci ildə müharibə başladıqdan dərhal sonra Azərbaycan Ukraynaya dərman və tibbi ləvazimatlarla yardım edib. Daha sonra humanitar yardımın miqyası genişləndirilib. Göstərilən yardımın ümumi məbləği 100 milyon dollardan artıqdır. Misal üçün, 2023-cü ildə 40 milyona yaxın, 2025-ci ildən 40 milyon, bu il ərzində isə 45 milyondan artıq olub. Bu məbləğlər həm birbaşa humanitar yardım, həm də yenidən qurma və enerji layihələrini əhatə edir. Humanitar yüklərə gəlincə, 2022-2026-cı illər ərzində ümumi çəkisi 2000 tondan artıq olan 140-dan çox humanitar yük göndərilib. Bura tibbi ləvazimatlar, ərzaq məhsulları, elektrik generatorları və transformatorlar daxildir.